Şimdi başlayalım. Ekran görünür. Deməli, mən danışacağım kolorektal xərçəngin qorunması və skrininqi, bir də evrələmə barədə danışacağım. Qorunmada 3 əsas, yəni oral yolla qəbul olunan maddə aspirin, vitamin D və estrogenin rolunu deyirdilər. Belə ki, aspirinin hətta gündəlik qəbulu və dozasının yüksək olmasının kolorektal xərçəng riskinin qarşısını aldığını qeyd edirlər. Hətta bu polipoz diaqnozu qoyulmuş şəxslərdə poliplər götürüldükdən sonra yeni poliplərin əmələ gəlməsinə göstərir. Əgər polipləri şüarda gördüyümüz kimi poliplərdə APS mutasiyası olur və bu da KRAS genlərinin ya da epidermal azalma göstərən təsirindən beta-kateninin artmasına səbəb olur ki, bu da proliferasiyanı artırır. Aspirin bu mərhələdə də blokadə edir. Bundan başqa displastik poliplərdə prostaglandin Y2-ni inhibə edir. Bu da həm immunosupressiv stromanın yaranmasının qarşısını alır, həm də ki, DNA metilyasiyasına təsir eləyir. Kanser hüceyrələrində həm angiogenezə mənfi təsir eləyir, həm də SOC2-ni inhibə eləyərək E-katerinin miqdarını azaldır. E-katerin miqdar bir də metastaza mənfi təsir göstərir və bununla da qoruyur. Vitamin D pankreas xərçəngində mortalitəni azaldırdı. Burada isə kolon xərçəngindən qoruyur. Maraqlı odur ki, məsələn, vitamin E, beta-karoten ya da askorbik asid kimi antioksidan vitaminlərin qorunması sübut olunmadı. Amma vitamin D qoruyur. Həm RNA polimeraz 2-nin fəaliyyətinə təsir edir, həm də apoptoz yollarında apoptozu inhibə eləyən yolları inhibə eləyərək apoptozu artırır. Bir də estrogen qadınlarda kolorektal xərçəngin daha az rast gəlinməsinin səbəbidir. Belə ki, estrogen həm beta-kateninə təsir edir, E-katerinin miqdarını azaldır, apoptozu aktivləşdirir və eyni zamanda inflamasyonu azaldır və bununla da kolorektal xərçəngin riskini azaldır. Bu da mexanizmidir. Düzdür, estrogen əslində xərçəng yaradıcı effekti də var, amma kolorektal xərçəngdə riski azaldır. Klinikasına gəldikdə isə klinikasında əsasən anemiyadır, çəki itkisi, halsızlıq, abdominal ağrılar, qanaxma, nəcisdə qanın görülməsi və bağırsaq vərdişlərində dəyişiklikdir. Belə bir cədvəl vardı, Bristol stool chart. Əslində bu o qədər də əlaqəli deyil desinə, sadəcə olaraq tiplərlə nəcisin formasına baxaraq bağırsağın fəaliyyətinin necə olmasını göstərirdi. Əsas şeylərdən biri də kolorektal xərçəngdə pencil stool deyilir. Nəcisin çox nazikləşməsidir. Bir də təbii ki, kolorektal xərçəngin rast gəlmə yerinə görə klinikada dəyişiklik olur. Belə ki, ileumdan kolona keçərkən, çekuma və qalxan kolona keçərkən hələ ki nəcis formalaşmamış olur və maye halında olur. Buna görə də buradakı yaranmış polip ya da ki adenokarsinomaya çox da təsir eləmir, onu zədələmir və bu nahiyədəki xərçənglər həm mortalite cəhətdən daha yüksək mortaliteyə səbəb olur, həm də daha gizli gedirlər və arada qanaxmalara səbəb olur. Buna görə də bu nahiyənin xərçəngləri özünü yalnızca hipoxrom və mikrostar anemiya ilə göstərirlər. Ümumiyyətlə, əgər xüsusən də kişi xəstələrdə anemiya görülürsə, bu zaman tam kolon müayinəsi aparılmalıdır. Çünki kişilərdə normalda testosteron səviyyələri də yuxarıdır və fizioloji olaraq qan itkisi də olmur. Yalnız bir dənə premenopozal və multipar, yəni çoxlu doğum yapmış qadınlarda anemiya fizioloji olaraq anemiya ola bilər.
Digər səbəblər araşdırıldıqdan sonra kolon müayinə olunur, amma qalan həm menopauza dövründə olan qadınlarda, həm də ki kişilərdə anemiya zamanı tam kolon müayinəsi olunmalıdır. Enal kolon və rektumda isə artıq nəcis tam formalaşır və həm nəcisdə qan görülür, həm kramplar, ağrılar olur, tenesmuslar olur, ola bilər və bəzən tıxama və perforasiyaya səbəb ola bilər. Skrininqə gəldikdə buradakı gördüyümüz testlərdən istifadə olunur skrininq üçün. Çünki kolorektal xərçəngin qarşısı alına biləcək bir xərçəngdir. Birincisi digital rektal müayinə. Ümumiyyətlə 40 yaş üstü insanlarda rutin olaraq fizik müayinədə rektal müayinə olmalıdır. Həmçinin prostat və pelvik törəmələri də önləyir. Sonra isə nəcisdə gizli qan testi. Nəcislə iki test var. Bir nəcisdə gizli qan testi, bir də ki DNA testi. Burada nəcisdə gizli qan testinin növləri var. Sadəcə smear test var, immunochemical test var. Bir də bunu internetdə gördüm. Ayaq yoluya PET formasındadır, qoyulur və 3 gün sonra götürülür. Əgər rəngində dəyişiklik olsa, qan olduğunu, nəcisdə qanın olduğunu göstərir. Bir də nəcisdə DNT dəyişiklikləri, yəni DNT dəyişilmiş hüceyrələrin tapılması ilə olan testlər var və multitarget nəcis testi var ki, bu testdə həm nəcisdə DNT-si dəyişilmiş hüceyrələr tapılır, həm də ki gizli qan testi göstərilir. Bu testlərin güvənilirliyi belə deyək, o qədər də yüksək deyil. Çünki xərçəng, adenokarsinoma və polip hər zaman davamlı olaraq qanamır. Ola bilər ki, test zamanı nəcisdə qan görməyək. Buna görə də illik olaraq aparılmalıdır və yanında da rektosigmoidoskopiya ilə bir yerlikdə olmalıdır. Sanal kolonografiya, radioqrafiyada bir real time imaginglər var. Yəni məsələn KT rentgen görüntülərində baxırıq və görürük. Bir də imaginary virtual var. Yəni kompüter görüntünü görür və sonra isə bağırsağın şəkildə gördüyümüz kimi şəklini bizə göstərir. Hətta burada bizə bağırsağın içərisinin də sanal şəklini göstərir. Bunlar normal şəkillərdir. Bu isə xərçəng hüceyrəsi olan şəkildir. Burada bu hissədə, bu nahiyə xərçəng nahiyəsini göstərir. Buna elma koçanı da deyilir. Bu nahiyədə xərçəng olduğu üçün lümen çox daralıb. Bu aşağıdakı qalxan kolondur, bu tərəf isə köndələndi və bu nahiyədə ciddi daralma görürük lümenin. Eyni zamanda bu nahiyədə həmçinin bağırsaq divarının qalınlaşmasını görürük. Bu da eyni şəkildə yenə göstərir. Bir də bu test zamanı təbii ki qabaqcadan xəstə həm laksativ istifadə olunmalıdır, həm də ki qabaqcadan xəstəyə maddə içizdirilir. Bu maddə xəstədə nəcisi bir növ nişanalıyır. Məsələn, bu gördüyümüz bu şəkildəki bu polipdir. Amma bu bir şəkildəki polip deyil. Çünki xəstəyə qabaqcadan barium sulfat kimi məhlul verilib bir gün qabaqdan içməyə və bununla da nəcis daha fərqli rəngə boyur və yanlış pozitiv nəticələrin alması önlənir. Əgər sanal kolonoqrafi seçilirsə, 5 ildən bir olmalıdır sağlam şəxslərdə, amma o qədər də məşhur deyil. Niyə? Çünki əgər ki polip ya da ki adenokarsinomanı görürüksə, biz birincisi bunun displaziyaya uğrayıb uğramadığını bilməyəcəyik. Biopsiya ehtiyacımız var. Yenə kolonoskopiyaya müraciət edəcəyik. Həmçinin əgər polip varsa onu çıxartmaq lazımdır və yenidən yenə kolonoskopiyaya müraciət edəcəyimiz üçün sanal kolonoqrafidənsə endoskopik üsullara üstünlük verilir. Birinci proktosigmoidoskopiya, bu şəkildə gördüyümüz rigid proktosigmoidoskopdur. Bunun fleksibellər də var. Hazırda fleksibellər istifadə olunur və çox vaxt bu xəstələrdə erkən lezyonlar, yəni birinci olaraq rektumda və sigmoidda rast gəlinir deyə
biz buranın müayinəsi ilə müəyyən eləyə bilirik. Belə ki, mammoqrafiya hal-hazırda süd vəzi xərçənginin önlənməsində tövsiyə olunur. Bir süd vəzi xərçəngi olan xəstəni tapmaq üçün 2500 sağlam insanı müayinə eləməliyik. Amma proktosigmoidoskopiyada bir xəstəni tapmaq üçün 650 sağlam insanı müayinə eləyərik. Bu da həm də müalicəvidir bu üsul. Lakin son zamanlar erkən ümumiyyətlə lezyonların çoxu rektumda, sigmoiddə deyil də, son zamanlar sağ kolonda və daha proksimal bölgələrdə əmələ gəlməyə başlayıb. Ona görə də skrininqin qızıl standartı kolonoskopiyadan istifadə olunur. Həm sağ kolonda rast gəlinən dedik ki, daha sinsi gedir sağ kolon işləri və daha çox mortalitəsi olur. Belə sağ kolonda rast gəlinən serrated polipləri tapmağa, həmçinin villoz və displastik adenomaları tapmaqda flexible sigmoidoskopiyadan daha yaxşıdır. Burada kolonoskopiya hazırlıqdır və həmçinin nəcisin rənginə görə xəstənin kolonoskopiya hazır olub olmadığını göstərir. Burada 3 gün öncədən xəstə lifli qidalar qəbul eləməməlidir. Bundan başqa dərman içməlidir. Qabaqcadan, bir gün qabaqdan 2 hissəyə bölünmüş şəkildə verilən maddəni içir. Meyvə şirələrinin içməsinə icazə verilir, içilməsinə bir dənə icazə verilir. Bu da endoskopik görüntülərdir. Normal kolon, sessil polip, bu isə saplı polipin şəklidir. Bir də metilən mavisi ilə boyanır. Həm serrated polipləri bəzən sərhədlərini daha yaxşı görmək olmur deyə boyuruq. Həm də müəyyən dərəcədə displaziya barədə məlumat verir. Məsələn, B şəklində bu tubular adenomadır və yüngül dərəcədə displaziya var. D şəklindəki adenomada da yenə də kontrast tam yayılmayıb. Bu da sonradan biopsiyada bu ikisində də displaziyanın olduğu görünüb. Qıraqdakı isə hələ displaziya olmamış adenomdur. Bu isə artıq adenokarsinoma çevrilmiş şəkildə həm səthi kələ-kötürdür. Bu da inkişafıdır. Normal mukoza, sonra mikro və hiperplastik polipə çevrilir. Sessil serrated adenoma, displaziya və karsinomaya çevrilir. Bir də kapsul endoskopiya var. Belə ki, xəstəyə daha az invaziv üsuldur. Bu kapsulun içərisində kamera olur. Təbii ki, xəstə ac qalmalıdır. Müəyyən müddət bir gün ac qaldıqdan sonra bu kapsul verilir və xəstənin qarnına cihaz yerləşdirilir və kapsul getdikcə bu cihaz şəklini çəkir və göndərir xəstənin qarnındakı cihaza. Kapsul fizioloji yolla xaric olur orqanizmdən. Yetərincə bahalı üsuldur, amma invaziv deyil. Bunu internetdə gördüm. Bir dənə təbii yol getdiyi üçün çekumda olan, yəni aşağı çekumda olan polipi görməmişdi. Belə bir vaka var idi. Amma normalda getdiyi yerlərdə poliplər və adenokarsinomaları çox yaxşı tapır. Bu hər bir testin zərəri və xeyri cəhətləridir və neçə ildən bir olmalıdır, göstərir. İndi gəldik, skrininq necə aparılmalıdır? Skrininq aparılanda biz baxmalıyıq ki, orta riskdədir, yoxsa yüksək riskdədir. Orta risk 45-75 yaş arası və yüksək riskə aid olan heç bir şey olmasın. Yəni, birinci dərəcəli qohumlarında kolorektal xərçəng olmasın. Həmçinin adenoma ilə ya da ki, poliplər, inflamator bağırsaq xəstəliyi, kistik fibrozis və bu göstərilən sindromlar olmasın. Buna ortalama risk deyirik. Hamı skrininq üçün 45 yaşından 75 yaşına qədər göstərilən üsullardan birindən keçməlidir. Yəni, üsula bağlı olaraq 10 ildən bir də ola bilər, 5 ildən bir də ola bilər. 75-85 yaş arası könüllüdür, həkimlə məsləhətləşmək lazımdır. Artıq 85 yaşdan sonra skrininqə ehtiyac qalmır. Əgər orta riskdə isə 10 ildən bir kolonoskopiya kolorektal xərçəngdən qoruyur. İllik nəcisdə gizli qan testi və üstəgəldə 5 ildən bir flexible sigmoidoskopiya da bunun alternatividir. CT kolonografiya
bir eləmək olar. Multi-target DNA testi, yəni nəticə DNA testi 3 il yazılır, amma hələ tam olaraq təsdiq olunmayıb. Neçə ildən bir keçirilməsi. Bu da hansı sindromlu xəstələrdə yanaşma necə olmalıdır? Belə ki, əgər hər hansısa birinci dərəcəli ailə üzvündə kolorektal xərçəng olursa, ailə üzvündə rastlanmamışdan 10 il əvvəldən kolonoskopiyaya başlamaq lazımdır. Və 3 ildə bir dəfə təbii ki də daha tez. Və bir də iltihab bağırsaq xəstəliyi. İltihabi bağırsaq xəstəliyi zamanı burada əgər kolonda struktur varsa, illik kolektomi edilməlidir bağırsaq xərçəngin qarşısı almaq üçün. Əgər edilmirsə, illik olaraq kolonoskopiya olunmalıdır. Əgər xəstədə sklerozlaşan xolangit varsa, bu artıq kolorektal xərçəng üçün daha ciddi risk sayılır və aktiv inflamasyon varsa, illik olunmalıdır. Hətta həkimlə məsləhətləşib daha tez-tez ola bilər. Amma aktiv inflamasyon yoxdursa 2-5 ildən bir olunmalıdır. Kistik fibrozis də bu arada risk faktordur kolorektal xərçəng üçün. Əgər orqan transplantasiyasına gedilirsə 30 yaşından başlayaraq və yaxud da ki, əməliyyatdan sonra 2 il ərzində kolonoskopi olunmalıdır. Orqan transplantasiya yoxdursa 40 yaşından bir. İltihab bağırsaq xəstəliyində isə 30 yaşına qədər başlamaq lazımdır və yaxud da ki, iltihab bağırsaq xəstəliyi pankreatiz səbəb olandan sonra 8 ildən sonra artıq kolonoskopiya başlamaq lazımdır. Deyək ki, skrininq olundu və poliplər tapıldı. Poliplər tapıldıqda skrininq necə olmalıdır? Bu onun barədədir. Əgər 1-2 adenoma tapılırsa 1 sm-dan balaca 7-10 ildən bir, cell serrated poliplər tapılırsa artıq burada daha tez-tez olmalıdır. Və yaxud da ki, 3-9 polip tapılırsa, poliplərin sayı artdıqca daha tez-tez olmalıdır. 3 ildən bir aparılmalıdır. İndi gəldik evrələməyə. Burada evrələmədə əsas xərçəngin nə qədər dərinə getdiyidir. Yəni, əgər ki, xərçəng submukozada və muskularis submukozadadırsa, bu zaman T1, muskularis mukozaya keçirsə, bu zaman T2 olaraq adlandırılır. Heç bir lenf noduna metastazı yoxdursa, onda bu birinci evrə adlandırılır. İkinci evrədə isə artıq muskular qatada yayılırsa, amma yenə də lenf noduna yayılım yoxdursa, ikinci evrə adlanır. Üçüncü evrədə isə artıq lenf nodlarına metastaz verir. Dördüncü mərhələ isə uzaq metastazların olduğunu göstərir. Bu da neçə faiz yaşamağıdır. Burada əsas məsələ digər xərçənglərdən fərqli olaraq ölçünün böyük olmağı, sağ qalma o qədər də təsir eləmir. Lenf nodlarının tutulumu əsasən təsir edir. Əgər 3-dən çox lenf nodu tutulursa, ümumiyyətlə çox lenf nodu tutulursa, artıq bu mortality üçün risk faktoru sayılır. Ümumiyyətlə neçə dənə lenf nodunun tutulumunu dəqiq bilmək üçün cərrahi əməliyyat zamanı daha yaxşı olar ki, 12 lenf nodundan biopsiya götürülsün. Metastazlara gəlincə isə əsasən qaraciyərə metastaz verirlər. Bir dənə istisnası rektumun xərçəngləridir. Distal rektumun xərçəngləri o portal dövrana qoşulmur. Paravertebral plexusla ağciyərə, sümüyə, beyinə və supraklavikular limfa düyünlərinə metastaz verə bilər. Və yekun olaraq, əgər xəstə sağalırsa, belə deyək, kolorektal xərçəngdən sağalırsa, müayinə necə getməlidir? İlk 2 il ərzində 3-6 aydan bir, sonraki 3 il ərzində isə 6 aydan bir olunmalıdır. Fizikal exam və karsioembriogenik antigen. Bu screening testlərdə karsioembriogenik antigen yox idi, amma xəstəliyin rekurrensində bir də ki, mortality riskinin ölçülməsində istifadə olunur. Yəni, yüksək karsioembriogenik antigen düzeyləri mortality'nin yüksək olmağını göstərir. 6-12 aydan bir isə
5 il ərzində KT çəkilməlidir. 4-cü evrədə də yenə eyni cürdür. Bir də mortalitəyə əsasən BRAF antigen, belə deyək, gen mutasiyaları olduğu zaman xəstələr üçün kötü proqnoz sayılır. Mortalite riski yüksək olur. Amma stabillik olmayanda, instabil olanda, mikrosatelit instabilitəsi olanda bu daha yaxşı proqnoz sayılır. Çünki bu cür hüceyrələrdə gen dəyişimi çox olur, DNA tamir genləri düzgün olmadığı üçün və bayağı çox belə deyək, xərçəng cülalı antigeni sintez edirlər və bu da onların immun sistem tərəfindən tutulmalarını asanlaşdırır deyə bu cür xəstələrdə proqnoz daha yaxşı olur. Məncə hamısını dedim. Bu qədər. Çox sağ ol Sümeyyə, əla idi. Təşəkkürlər. Siz sağ olun. Nə sual ya da varsa? Məndə də yoxdur. Onda biz artıq sabah çıxış eləyərik. Mən də əslində müalicədə staginglərə falan toxunmuşam. Bir daha hər şeyin üstündən gedərik. Məndə də, mən sabah versəm daha yaxşı olar. Mən də anal kanseri görürüm.